Arıqlama iynələrinə bənzər bədəndə təsir göstərən həmin vasitələr tərəvəzlərdir və xüsusən də yaşıl hissələri bol olan tərəvəzlər, daha doğrusu selulozası bol olan tərəvəzlər. Buna hansılar aiddir? Məsələn, göy-göyərti, cürbəcür kələm növləri, kahı, yaxud onun fərqli növləri ya da brokoli məsələn və həmçinin də digər işlənməmiş tərəvəzlər. İşlənməmiş dediyim bişirilməmiş. Bilirsiniz niyə? Deməli, bu tərəvəzlərlə arıqlama iynələri arasında ortaq bir xüsusiyyət var. Hər iki qrup vasitə bədəndə GLP hormonunun miqdarını artırır. Daha doğrusu bunu arıqlama iynələri süni şəkildə eləyir, amma tərəvəzlər təbii şəkildə eləyir. Fərq odur ki, arıqlama iynəsindən istifadə etsəniz, bu effekt tez bir zamanda ortaya çıxır. Ancaq tərəvəzlərdən istifadə etdiyinizdə isə bu effekt biraz uzun müddətə ortaya çıxır. Bilirsiniz, bunun mexanizmi ona əsaslanır ki, bizim bağırsağımız ümumiyyətlə çox böyükdür. 7, 8, 9 metrə qədər uzunluğu çata bilər. Uzundur, yəni böyükdür dərkən uzundur. Və bağırsağımızın irəliləyən qismlərində, hansı ki bu 5 metrədən sonra təqribən başlayır, yəni qida maddəsi ora qədər gedirsə və ora qədər hələ də həzm olunub bitməyibsə, bu zaman bağırsağımızdan GLP, glukagon-like peptid, yəni glukagona bənzər peptid dediyimiz hormon ifraz olunur. Və bu hormon toxluq hissi verir. Bunun nəticəsində siz uzun müddət toxluq hiss edirsiniz. Məhz buna görə də əgər yemək yeyirsinizsə, sizə onu yeyin, bunu yeyin deməyəcəm. Daha doğrusu bunu yeyin deyəcəm, amma nə yeməyin deməyəcəm. Bu biraz tartışmalı mövzudur, mübahisəli mövzudur. Deməli, yemək yeyirsinizsə, yeməyin yanında çalışın ki, hər zaman salat olsun. Və bu dediyim salat göy-göyərti olsun. Göyərti olsun. Heç nəyiniz yoxdur, göyərti olsun. Heç nəyiniz yoxdur, kələm olsun. Yəni kələm çox da bahalı bir məhsul deyil. Biraz kələmi doğrayın, yanına biraz yer kökü, əgər probleminiz, allergiyanız, bədəniniz buna reaksiya vermirsə təbii ki, yer kökü qatın, bu olsun sizə salat və yaxud da göy-göyərti. Yəni yeməyə birinci bununla başlayın. Daha sonra əsas yeməyə keçin və bu zaman bir müddətdən sonra görəcəksiniz ki, artıq siz daha uzun müddət tox qalırsınız. Çünki bunun səbəbi həm bağırsağınız daim işləyir. Belə ki, siz hazır yemək yeyirsinizsə, yəni çox bişmiş və yaxud da mağazadan aldığınız çox işlənmiş qida maddələri, bilirsiniz nətərdir? Çeynənib verilib ki, sizə al indi ud. Və bunlar bədənə daxil olurlar. Bağırsağın ilk mərhələlərində, yəni ilk hissələrində artıq qana sorulurlar. Həzm prosesi demək olar ki, tamamlanır. Və siz doyğunluq hiss edirsiniz, bir müddət sonra isə tezdən acımağa başlayırsınız. Amma qida maddəsi uzun müddət sizin bağırsağınızda irəliyə doğru hərəkət eləyirsə, bu zaman son mərhələdə dediyim kimi bu hormonun ifrazı olur və sizin yavaş-yavaş qida maddəsi bədəninizə daxil olduğu üçün siz gec acımağa başlayırsınız. Və bu da uzun vədədə təbii ki, qısa vaxtda yox. Uzun müddət ərzində siz bunu alışqanlığa çevirdiyinizdə bir müddət sonra hiss edirsiniz ki, artıq siz gec yeməyə başlayırsınız, gec acırsınız daha doğrusu, insulininiz, qanınızdakı insulininiz daha aqressiv olmur. Yəni, məsələn, təsəvvür edin ki, şirniyyat yeyirsiniz, unlu bir şirniyyat nəzərdə tutaq. Bu unlu şirniyyat undur, pesokdur əsas tərkib hissəsi. Hop, bağırsağınız tərəfindən sorulacaq və siz artıq bir qısa müddət sonra acımağa başlayacaqsınız. Amma dediyim kimi göyərtidə ya da salatda ya da tərəvəzdə, işlənməmiş tərəvəzdə bu proses daha uzun müddət davam elədiyi üçün sizdə daha uzun müddət toxluq hissi yaranır. Buna bağlı olaraq insulin aqressivliyiniz, insulin direnciniz normallaşacaq və bir müddətdən sonra görəcəksiniz ki, artıq qarın bölgəsindəki yağlar da get-gedə əriməyə başlayır. Buna görə də təbii ki, gün ərzində az qida alımı önəmlidir arıqlamaq üçün, amma bununla bərabər yeməklərinizə hər zaman mini bir ölçüdə, bu qədər ölçüdə tərəvəz salatı ilə başlayıb daha sonra əsas yeməyi yeyirsəniz, bu da sizə uzun vədədə böyük bir fayda gətirəcək.